Dövlət qurumlarında, təhsil müəssisələrində çalışanların əmək haqlarından hər ay Həmkarlar İttifaqına üzvlük haqqı tutulur. Həmkarlar İttifaqları dünyada işçilərin hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlardan biri hesab olunur. Bəs Azərbaycanda vəziyyət necədir? Həmkarlar İttifaqına üzvlük işçiyə nə verir? İnsanlar ödədikləri üzvlük haqqının müqabilində hansı imkanları əldə edə bilirlər? Hər ay Həmkarlar İttifaqına üzvlüyə görə maaşımdan tuturlar. Bundan imtina edə bilərəmmi? Sosial şəbəkələrdə vətəndaşlardan hüquqşünaslara bu cür suallar ünvanlanır. Əsasən də dövlət qurumlarında, təhsil müəssisələrində çalışanlar ittifaqa məcburi olaraq qəbul edilməklərindən gileylənirlər. Deyirlər ki, hər ay maaşlarından üzvlük haqqı çıxılsa da bunun heç bir faydasını görmürlər. İqtisadçı ekspert Elşad Məmmədov bildirir ki, vətəndaşlar nəinki bu təşkilata üzv olmaq, eləcə də üzvlükdən çıxmaqla bağlı problem yaşayırlar. Çox rahat şəkildə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq müraciətlər əsasında vətəndaşlar həmin komitələrdə öz fəaliyyətini dayandıra bilər, komitələrdən çıxa bilər. Lakin təəssüflər olsun ki, bir sıra hallarda həmin idarələrin rəhbərləri məndə olan məlumatlara görə həmin vətəndaşlara müxtəlif yollarla komitədən çıxmamaqla bağlı təsirlər etməyə çalışır. Amma qanunvericiliklə bu yol verilməzdir və müvafiq qaydada hər bir vətəndaş Həmkarlar Komitəsində üzvlüklə bağlı və deməli üzvlük haqqının ödənilməsi ilə bağlı azad hüquqlara malikdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası isə səslənən bu iradları əsassız sayır. Qurumun şöbə müdürü Rəşad Nəsirov bildirir ki, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili ilə bağlı fəal işlər aparılır. Məsələn, əgər vətəndaş Həmkarlar İttifaqına üzvdürsə, onların razılığı olmadan işə götürən həmin şəxsi işdən azad edə bilməz. İndiyədək yüzlərlə insanın işdən çıxarılmasının qarşısı alınıb. Məcburi üzvlük məsələsinə gəlincə, qurum rəsmisi belə bir halın baş vermədiyini qeyd etdi. Əlbəttə ki, Həmkarlar İttifaqına üzvlük könüllülük prinsipləri əsasında həyata keçirilir. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Qanununun 3-cü maddəsinə əsasən işçilər heç bir fərq qoyulmadan öz istəkləri ilə könüllü surətdə Həmkarlar İttifaqı təşkilatına üzv olmaq hüququna malikdirlər. Üzvlük haqqına gəldikdə, Həmkarlar İttifaqına üzvlük əmək haqqının 2%-ni təşkil edir. Üzvlük haqqına neçə faiz olması Həmkarlar İttifaqının nizamnaməsinə uyğun müəyyənləşdirilir. Əhalini narahat edən məsələlərdən biri də maaşlarından tutulan pulun hara xərclənməsidir. Çoxları deyir ki, əvvəllər təşkilatın hesabına sanatoriyalarda dincəlsələr də son illər buna həsrətdilər. Bəs o zaman ittifaqa daxil olan vəsait nəyə sərf olunur?